Rusiya qüvvələri işğal olunmuş Krıma qoşun, hərbi texnika və təchizat daşınmasında getdikcə artan çətinliklərlə üzləşirlər. Ukraynanın uzaq mənzilli zərbələri Moskvanın yarımadadakı əməliyyatlarını dəstəkləyən əsas nəqliyyat marşrutlarını, logistika mərkəzlərini və hərbi infrastrukturu getdikcə daha çox hədəfə alır. Sosial şəbəkələrdə yayılan yeni videolar Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş Krıma növbəti uzaq mənzilli zərbəsinin nəticələrini əks etdirir. Kadrlarda hücumdan sonra hadisə yerindən alovların qalxması və qalın tüstü buludlarının səmaya yüksəlməsi görünür. Digər videolarda isə Ukrayna zərbəsi nəticəsində hərəkəti iflic olmuş yolda yanacaq daşıyan yük maşınları və digər nəqliyyat vasitələrinin ilişib qaldığı əks olunub. Videoda bir rus kişinin belə dediyi eşidilir: "Biz puskuya düşdük, arxamızda yanır, qabağımızda yanır." Üstəlik, yeniləri də gəlir. Rusiya işğal altındakı Krıma benzin daşınmasında da artan problemlərlə üzləşir. Raket və pilotsuz uçuş aparatlarının hücumları mühüm nəqliyyat marşrutlarını dəfələrlə pozduğundan, Rusiya hərbi planlaşdırıcıları logistika əməliyyatlarını yenidən qurmağa və daha uzun, daha səmərəsiz alternativ marşrutlardan istifadə etməyə məcbur olurlar. Bərə xidmətlərində yaranan fasilələr səbəbindən yanacaq daşıyan sistemlər keçid növbəsini gözləmək üçün 4-5 gün dayanmalı olurlar ki, bu da onları asan hədəfə çevirir. Hakimiyyət orqanları mümkün hücum təhlükəsinə görə yanacaq maşınlarının Krım körpüsündən istifadəsini də qadağan edib. Məlumatlara görə, dəmir yolu ilə işləyən 3 bərənin hamısı fəaliyyətini dayandırıb. Dəmir yolu bərə terminalı isə hələ də bloklanmış vəziyyətdədir. Sığorta təminatı olmadığı üçün tanker sahibləri yanacağı körpü vasitəsilə daşımağa həvəs göstərmirlər. Mülki sürücülərin isə quru dəhlizindən istifadə etmək istəmədiyi bildirilir. Это вот все на паром стоит. 3-4 дня. Вот где весь бензин на Крым.